Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir. Mislinin baş sponsorluğu ilə qarşıdakı 1 saat ərzində Offside efirdə olacaq. Əvvəlcə bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Bildirmək istəyərdim ki, milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsən. Rauf Hacıyevlə müzakirəmizə başlayacağıq. Salam Rauf, xoş gəlmisən. Salam, xoş gördük. Sən bugün sübut elədin ki, McLarenlər sürətlidir və sən belə onlara çata bilmərsən. Amma onlar Miami Grand Prix'sində həm sprint yarışında, həm də əsas yarışda dublə imza ataraq Qəbələ dublə etdilər və böyük uğur idi. Doğrudan da çoxdandır bir komandadan həm sprintdə, həm də normal yarışda qələbə dublu görmürdük. Hətta araşdırsaq bəlkə də ilk dəfədir belə hal baş verir. Sprint yarışı ilə start verəcəyi verilişimizə ki, Lando Norris birinci yerdə qərarlaşdı. Bir qalmaqallı, gərgin keçən yarışdan sonra Oscar Piastri ikinci oldu və Lewis Hamilton isə ilk üçlükdə qərarlaşdı. Sanki Lewis Hamilton da bu uğurunun biraz kölgəsində özünü hiss etmiş kimi oldu ki, Ferrari komandasından özünə qarşı xüsusi diqqəti görmədi. Belə deyim, onsuz da Ferrari biraz belə deyim, sprintlər hazırda da həmişə demişəm, praktika kimidir artıq. Yəni bəzi komandalar sprintləri çox ciddi almırlar. Üstəlik belə orada da biraz taktiki bir gediş oldu, düzdür. Taktiki gedişin banisi yenə Lewis Hamilton idi. Yəni komandasına ısrarla dedi ki, məni soft təkərə keçirin. Onu təzədən yaşıl təkərə keçirmək istəyirdilər. Yox, onda dedilər gəl mediuma keçirək. Sən dedi yox, məni soft təkərə keçirin və bəhrəsini gördülər Lewis Hamilton'dan. Biraz Max Verstappen'in pit stopda Antonelli ilə olan problemləri, nə bilim, orada Antonelli'nin əlavə pit stop edib geriyə düşməsi, Verstappen'in qırıq qanatla mübarizə aparması da biraz Lewis Hamilton'a kömək elədi. Amma Lewis doğrudan da sprint yarışında yenə də yaxşı iş gördü. Hətta orada Liam Lawson, Fernando Alonso vurub çıxartmasaydı, safety car girməsəydi, böyük ehtimal bəlkə də Lewis Hamilton yarışı qazanacaqdı. Çünki tempi yaxşı gedirdi. Fikir verirsənsə, bu illər ərzində adətən digər komandalarda komanda pilota taktik gedişlər göstərirsə, həm Lewis Hamilton'ın simasında olsun, həm də Charles Leclerc'in simasında olsun ki, komandaya nə edəcəklərini deyirlər. Bəli, Ferrari elə də sürücünü həm strateji eləyər, həm mexanik eləyər. Yəni Ferrari'də son dövrlərdə oradan da vəziyyət pisdir. Hər cəhətdən, yəni strateji olsun, istər maşın düzəltmək olsun, istər mühəndislik olsun, istər yarış vaxtı o əməliyyat işləri olsun, doğrudan da hamısı pisdir. Dünən də bunu gördük, yəni həm Leclerc, həm də Lewis Hamilton'ın timsalında axırda yəni biraz partlamayı da gətirib çıxartdı. Rauf, əsas yarış barədə danışacaq, lakin reklam fasiləsindən sonra müzakirəmizə qaldığı yerdən davam edəcək. Dalğanı dəyişməyin. Elton John və Dua Lipa'nın ifasında Cold Heart, soyuq ürək dinlədik və hazırda griddə bir pilot var ki, onun da soyuqqanlı olduğu görünür. Bəli. Söhbət Oscar Piastri'dən gedir. Mən də onu düşündüm. Baxmayaraq ki, son yarışda qələbə qazanandan sonra bir rəqs elədi. Elə grid adlanırdı həmin rəqsin də adı. Səbəbimsə mərci uduzmuşdu. Kiməsə söz vermişdi ki, ardıcıl 3 qələbə qazanacağam, 3 yarışda qalib olacağam və bundan sonra rəqs eləyəcəm və rəqsini elədi, rəqs eləyəndən sonra da dərhal peşman oldu. Yəqin ki, bir də Oscar Piastrini bu cür hərəkətlər eləyən görmərik. Mərc eləyən görmürük. Ümumilikdə biraz yerlisindən fərqlənir. Daniel Ricciardo məsəl üçün nə qədər şən, nə qədər belə gülərüz adam idisə, yəni Oscar Piastri o qədər quru adamdır, biraz yəni soyuq adamdır. Biraz Mark Webber oxşuyub o yöndən. Müəllimi yəni mentorudursa, yəqin ki, müəlliminə bənzəyəcək. Bir də komanda yoldaşı Lando Norris tamamilə fərqli bir xarakterdədir. Mətbuat konfransında yarışdan sonra Lando Norris ümumilikdə hər iki pilota sual verdilər. Ümumi sualı belə ortaya atdılar. Jurnalistlər soruşdular ki, biz Lewis Hamilton və Nico Rosberg ikilisinin təkrarını görə bilərikmi? Burada əsas məsələ pilotlar arasındakı o gərginlikdən söhbət gedirdi ki, Lando Norris də buna cavab verdi ki, görəcəyik nələr olacaq.
Məncə nə bilim o belə deyim, Lewis Hamiltonla Nico Rosbergin biraz hekayəsi də fərqli idi. Onlar uşaqlıqdan yaxın idilər. Yəni lap 5-6 yaşlarından bir yerdə yarışmışdılar. Hətta ikisinin də taleyi oxşar idi. Biri 2005-ci ildə Formula 2-də çempion olub, 2006-da Williamsa gəldi, digəri 2006-da Formula 2-də çempion olub, McLarenə gəldi. Sonra bir neçə ildən sonra yolları təzədən Mercedes-də birləşdi və ona qədər də həmişə münasibətləri yaxşı idi. Bir-birləri ilə necə deyirlər, can deyib can eşidirdilər, amma 2014-cü ildən etibarən artıq ikisi də bir-birini görmək istəməyən iki adam oldular. Və ikisi artıq yetkin insanlardılar. Arada görürük, bu ötən mövsümlərdə görürdük, səhv eləmirəmsə, mövsümdə görmüşdük, səhv eləmirəmsə, Lewis Hamilton'ın ilk yerlərdə qərarlaşdığı yarışlardan birində Nico Rosberg müsahibə alırdı, yaxınlaşırdı, amma o soyuqluğu hiss edirdi. Bəli, soyuqluq var. Çünki Yetkin insanlar da nə əcəb keçmişi bir arxada qoymurlar. Demirlər ki, uşaq səhvi olub və barışmırlar. Belə deyim, ikisi də ən əsaslı o vaxtlar Lewis Hamilton ağza alınmayacaq sözlər dedi. Mən nə bilim kasıb idim, mən nə bilim divanda yatırdım. O gedib nə bilim yaxtaları vardı, yaxtada gəzirdi bütün gün uşaqlığında. Yəni elə sözlər lazım deyil. Yəni bu onu demək nəyə lazım idi? Yəni səhv eləmirəmsə, o var idi, nə bilim. Yəni o əslində dostluqları başlayandan sonra Nico Rosberg Lewis Hamilton'ı Monacoya da dəvət eləmişdi. Bəli. Yəni çox araları həmişə yaxşı olubdu. Yəni 2012, hətta Williams-da o yarışırdı, McLaren-də Hamilton yarışırdı. Onda da münasibətləri yaxşı idi. Hətta 2009-cu ildə yəni həmişə o söhbətlər gedirdi. Sonra 2010-cu ildə o vaxt Rosbergin McLaren-a keçmə ehtimalı var idi. O vaxtlar elə bir-iki yerdə deyirdilər ki, yəni görəsən o dostluq qalacaq bunlar komanda yoldaşı olandan sonra. Amma elə oldu ki, Button keçdi McLaren-ə, Rosberg də Williams-dan Mercedes-ə keçdi. Yəni bu necə deyirlər, 3 il təxirə salındı onların komanda yoldaşı olması. Yəni o vaxt da bilmirdi heç kim ki, bir gün Lewis Hamilton doğma McLaren-ı tərk eləyər, Mercedes-ə gedər. Yəni heç kim ağlına gətirməzdi ki, amma deyirdi ki, Lewis Hamilton McLaren-dadirsə, karyerasında McLaren-da bitirəcək, amma elə də olmadı. İndiki halda keçmişi bir kənara qoysaq və gələcəyə, indikiyə və gələcəyə fokuslansaq, o zaman həqiqətənmi Lando Norris və Oscar Piastri arasındakı gələcək münasibətlərin o həddə gəlib çıxacağını görə bilərikmi? Dost olmasalar belə o bir-birlərindən münasibətləri tamamilə qırılması və düşmənçilik halına gəlmələri müşahidə olunacaq. İnanmıram elə bir şey olsun. Çünki indiki pilotlarda o xarakteri yoxdur. Yəni keçmiş pilotlara fikir verin. İstər o Fernando Alonso ilə məsəl üçün Lewis Hamilton'ın münasibətlərinə baxanda görürük ki, yəni o vaxtdan bəri aralarında bir soyuqluq var. Amma indiki pilotlar elə deyil. Məsəl üçün hamısı dost canlısı olub. Yəni Max Verstappenlə Lando Norris sonra çıxır deyir ki, o mənim dostumdur. Yəni Juan Pablo Montoya'nın yaxşı bir sözü var idi, haqlı idi də. Yəni yarış vaxtı 360 km/saat sürətlə gedəndə səni yəni divara yapışdıra biləcək adamdır o. O sənin hardan dostun olur. Yəni ola bilər bir-birinizə hörmət edə bilərsiniz, bir-birinizin karyerasına hörmət edə bilərsiniz, bu başqa şeydir. Amma necə deyirlər, o sənin rəqibindir, heç vaxt dostun ola bilməz. Yəni o şey olmur heç vaxt. Bir statistikaya nəzər salacağıq. Bundan sonra bayaqki mövzumuza yenidən bir son olaraq yekun vuraraq, Lando Norris Formula 1-də keçirdiyi 134 yarışdan 5-də qələbə qazanıb. Oscar Piastri'də isə 52 yarışdan 6 qələbəsi var. Belə deyim, bu biraz statistika düzgün deyil, çünki Lando Norris McLaren'a gələndə 2019-cu il idi. Yəni McLaren 2019, 20, 21, 22, hətta 23-cü ilin ilk yarısında yarış qazana biləcək bir komanda deyildi. Yəni 23-cü ilin ikinci yarısından yenə podiuma çıxan bir komanda oldu. Ona görə Lando Norris zəifdir, yəni Oscar Piastri güclüdür. Mən buna razı deyiləm. Biz hər şeyi götürək gəl 2024-cü ildən, çünki ondan etibarən maşın normallaşmağa başlayıb. Bəli, oradan belə etibarən götürəndə Oscar Piastri hazırda üstündür. 6-5 qələbə sayında üstündür. O da bəli, biraz Oscar'ın müəyyən qədər üstün olduğunu göstərir. Çünki fikirləşək ki, komandada müəyyən yerdə həmişə Lando Norris işləyibdi.
Yenidən əvvəlki mövzumuza qayıtsaq, onda mən belə düşünürəm ki, Lando Norris əslində açıqdır medianın onu Lewis Hamilton və Rosberg kimi ikililərlə müqayisə eləməsi ki, biraz drama sevər pilotlardan birinə bənzədirəm Lando Norrisi və istəyir ki, elə böyük xarakterlərdən biri ilə müqayisə olunsun. Bəli, əlbəttə, hamı istəyə bilər. Məsəl üçün, o vaxt Lewis Hamiltonla Nico Rosberg'i də Alain Prostla Ayrton Senna'ya oxşadırdılar, amma yenə deyirəm, o indiki pilotlarda mən o biraz o xarakteri görmürəm. Nəinki pilotlarda, yəni futbolçularda da yəni mən onu görmürəm. Hamısında bir, necə deyim, centilmenlik damarı tutub gedir. Yəni, amma keçmiş elə deyildi. Ola bilər 70'lərdə falan elə idi. O vaxtda idman indiki kimi professional deyildi. Daha amatör idi. Ona görə də mən yəni düşünmürəm ki, yəni amma indiki vəziyyətdə Piastri ilə Lando Norrisin münasibətləri korlansın. Olsa yəni onların münasibətləri möhtəşəm deyil, sadəcə biraz da soyuqluq yaranacaq o qədər. Yenidən Miami Grand Prix-sinə qayıda bilərik. Lando Norris və Oscar Piastrini bir neçə dəqiqəlik kənara qoyaq və yarış barədə danışmağa başlayaq. Yarışda bir çox maraqlı anlar yaşandı. Bunlardan ən maraqlı olanı Lewis Hamilton və Ferrari arasında olan o anlaşılmazlıq idi, gərginlik idi ki, Lewis Hamilton Ferrari'dən Ricardo Adamini dəvət elədi ki, get bir çay iç, danışma məndən. Bundan sonra Carlos Sainz'in də Lewis Hamilton'a yaxınlaşdığı epizodu var idi ki, oradan da bir atmacasını göndərdi ki, istəyirsiniz ona da yol verim keçsin. Bəli. Yəni belə deyim, Lewis Hamilton'u da anlaya bilərəm, çünki həmişə birinci yer uğrunda mübarizə aparmış pilotdur. Hazırda Ferrari'yə gəlib, yəni böyük ümidlərlə gəlmişdi. Yəni mövsümün əvvəlində Ferrari də çox pafoslu çıxışlar elədi. İndi maşının bu halda olduğunu görür. Yəni 12-ci yerdən başladı. Lewis Hamilton yaxşı yarış keçirdi. Yəni 8-ci yerə qədər yüksəldi. Tras üstündə Charles Leclerc'lə mübarizə apardı. Hətta tempi var idi. Kimi Antonelli'ni keçə bilərdi. Sadəcə komanda onu biraz gec önə buraxdırdı. Yəni Charles Leclerc'in arxasında çox gözlədi. Əslində Charles Leclerc'in bir radio danışığı qabağıma çıxmadı ki, mənfi, negativ cavab versin. Əgər komanda desəydi ki, onu buraxmaq lazımdır, eləyərdi. Yəni belə deyim, Charles'la Lewis'in ağırlığı bir deyil. Yəni Charles 8 qələbəsi var səhv eləmirəmsə bütün karyerasında, amma Lewis Hamilton'ın onun qələbəsi sayı qədər demək olar dünya çempionluğu var. Nə bilim 105-106 yarış qələbəsi var. Yəni ona görə də Lewis Hamilton'ın ağırlığı var. Hətta bir sözü var ki, yarışdan sonra Frederic Vasseur yanıma gəldi, mən əlimi onun çiyninə qoydum, dedim az danış, yəni bundan da ağır danışa bilərdim. Yəni kim deyə bilər bunu, neçə pilot bu pelotonda bu sözü bir Max Verstappen deyə bilər, bir Fernando Alonso deyə bilər, bir Lewis Hamilton deyə bilər. Yəni bu üçündən başqası yəni komanda ilə belə baş-başa gələ bilməz. Max Verstappen adını çəkdin, elə onunla da davam edə bilərik. Ata olub. Təbriklər. Və amma ona düşərli olmadı. Əslində bir tərəfdən düşərli olan tərəfləri də var idi. Xüsusilə media günündə qızı dünyaya gəldi və onun da dünyada bəlkə də ən nifrət elədiyi bir neçə şey varsa onlardan biri media günüdür və qızının sayəsində media günündən canı qurtuldu. Və digər məsələdə yarışı baxmayaraq ki, sprintdə uğursuz oldu, lakin yarışda 4-cü yerdə başarılı. Orada da uğursuzluq sayılır, çünki pole position'dan başladı, yəni yenə deyirəm, bəlkə də 3-cü ola biləcək tempi var idi, amma virtual safety car işləri korladı, 4-cü yerə düşdü. Sonra da maşını bir neçə dəfə yaxınlaşmaq istədi George Russell'a, amma alınmadı sonda. Yəni bir podiumla oldu. Ən əsası da bu həftə sonunda, yəni 13 xal oradan 20 xal birdən itirdi, yəni Oscar Piastri'yə qarşı ki, bu da çox böyük fərqdir. Yəni bir yarışlıq demək olar fərq itirdi. Lakin Max Verstappen'in böyük ehtimalla növbəti yarışlarda yenidən, əslində növbəti yarışlarda yox, hələ də ağlında ilk yer qərarlaşıb. Çünki yarışdan sonra müsahibəsində də bildirdi ki, 3-cü, 4-cü yerlər məni maraqlandırmır. Onu maraqlandıran ancaq birinci yerdir və çempion olmaqdır cari mövsüm. Baxmayaraq ki, hazırda turnir cədvəlində 3-cü yerdə qərarlaşıb 99 xallı səhv eləmirəmsə. Belə deyim, əlbəttə birinci yerlə maraqlanacaq. Yəni
Çünki hələ də real çempionluq şansı var. Hələ 6 yarış gerdə qalıb və 18 yarış var qabaqda. Yeniliklər gələcək, yəni Barselona yeniliklər gələcək, böyük ehtimal Imola yeniliklər gələcək. Üstəlik McLaren'in arxa elastik qanadları Barcelonadan etibarən yasaqlanacaq və o yasaqlanmadan sonra böyük ehtimalla komanda bir dövrəyə gözlənilir ki, 0.2, 0.3 saniyə vaxt itirsin. Hətta bu təkər yeyilməsinə də bir yerdə təsir eləyə bilər, yəni çox şeyə təsir eləyə bilər. Çünki Formula 1 maşınlarında biz baxırıq, yəni çox şey bəsit görünə bilər, amma orada adi bir çıxıntının belə hesablanması var. Yəni istər təkər yeyilməsini, istər hava axımına olsun. Ona görə də McLaren'ı biraz ondan sonra zəifləyən görə bilərik, amma demirəm gerilərə düşəcək, amma müəyyən qədər indiki templəri olmayacaq və dünənki McLaren'ın yenə deyirəm, belə sürətli olmasının səbəbi işləmə aralığının, maşının o sazlanma aralığının geniş olmasıdır ki, tək sərbəst sürüşdə bunu düzəltdilər. Məsəl üçün 3 sərbəst sürüşlü normal həftə sonunda biz fikir veririk ki, Red Bull ya da Ferrari daha yaxın olur McLaren'ə yarış tempində. Bu dəfə amma yəni əllərini, qollarını sallaya-sallaya 3-cü yerə 30 saniyə fərq atdılar. Yarışın əvvəlində insidentə yaxın bir hadisə baş verdi. Bu Lando Norris və Max Verstappen arasında. Max Verstappen'ə əslində əsən düşür. Bayaqdan bəlkə də gömürük onu, amma Lando Norris yəni onun səhvindən heç olmamışdı. İlk yerlərə qədər gəlib çıxdı. Kim? Lando Norris'dən daha. Lando Norris'i gömürük. Bəli. Hə, mən əvvəl Max Verstappen'i deyirik. Ya belə deyim. Haqqını da vermək lazımdır. Haqqını vermək lazımdır, amma orada da yenə biraz öz səhvi var. Məsələn, Oscar Piastri də orada düz Verstappen'in arxasında idi. Ona hücum eləyə bilərdi, amma Piastri yarışdan sonra da dediyi kimi, mən ona hücum eləməyin gördüm yeri yoxdur, çünki qəza ola bilərdi, amma Lando Norris üstünə çəkdi orada Verstappen. Hətta ikisi orada out ola bilərdi yarışın əvvəlində və yarışın demək olar necə deyərlər, şəkillənməsi başqa cür də ola bilərdi. Bəlkə bir Ferrari podiumda görə bilərdik, bəlkə sürpriz bir xal qazanan görə bilərdik, amma olmadı. Yəni son anda Norris geri addım atdı, onda da 6-cı yerə qədər gerilədi və bu da onun bəlkə də yarış qələbəsini qazanmağına mane oldu. Çünki xüsusən də hard təkərlərdə biz gördük ki, Piastri'dən qat-qat sürətli idi. Biz deyirik, xüsusilə jurnalistlər və azarkeşlər Lando Norris və Oscar Piastri arasında o gərginliyi hiss eləmək istəyir. Olmasa belə o qığılcımları yaratmaq istəyir. Amma əslində bu şəxslərdən biri, bunu etməyə çalışan insanlardan biri də Max Verstappen'dir ki, Oscar Piastri'nin yarışın 15-ci dövrələrində Oscar Piastri'nin keçməsini onu biraz ləngitdi. Gözlədi ki, Lando Norris ona gəlib çatsın və bundan sonra biraz da Lando Norris'i ləngidəndən sonra istədi ki, onlar bir-birlərini biraz qırsınlar. Yəni, özünə sərf edən Bəli, yəni belə deyim, onsa dünənki yarışda onsa Verstappen gec buraxdı Norris'i. Mən onun yerinə olsaydım, yəni Norris'i biraz tez buraxardım. Qoy çıxsınlar, geçsinlər, mübarizə aparsınlar. Belə onun özünün də təkəri yeyilməzdi, təkəri daha yaxşı vəziyyətdə qalardı. Bəlkə onların mübarizəsindən faydalanıb birinci yerə də yaxınlaşardı, amma belə deyim də, Max Verstappen biraz o köhnə düşüncəli yarışçılardandır. Yəni Ayrton Senna, Michael Schumacher kimi adamlardandır. Sona qədər mübarizə aparım. Yəni o belə deyim, bəzi pilotlar var ki, taktikanı düşünür. Məsələn, Jenson Button olsun, Alain Prost olsun. Yəni deyir, buraxım qabağa, qoy onlar mübarizə aparsın, mən də gedim onlara çatım. Onlara yaxın olun, bir taktika ilə, bir virtual safety car falan çıxanda da onları keçim. Amma bu onu düşünmədi, yəni onunla sona qədər mübarizə apardı, təkərlər yiyilənə qədər, hətta bir insident olacaqdı az qala, tras xaricdən çıxartdı Lando Norris, Max Verstappen, amma biraz tez buraxsaydı, bəli, sən deyən ola bilərdi, amma belə olmadı. İndi Red Bull komandası, xüsusən də Helmut Marko belə şeyləri sevir. Çalışacaq ki, Oscar Piastri ilə Lando Norris'in arasını vuran həmişə açıqlamalar eləsin. Helmut Marko bunu bazar. Hətta o vaxtı Mercedesdə biraz o komanda daxili qızışmanın səbəbi də biraz onun iynəleyici sözləri idi. Yəni
Bir yarış deyirdi ki, Rosberg Hamilton'dan üstündür, bir yarış başqa söz deyirdi. Elə bəlkə də mediada onların ağlına dava olmasa belə onların ağlında yavaş-yavaş onların ağlına o davanı çaldı. Amma Helmut da 10 il əvvəlki Helmut deyil, yəni o da qocalıb artıq. Burada əsas iş düşür McLaren'in komandasının rəhbərlərinə, xüsusilə Zak Brown'a ki, komandada o gərginlik yaranmasına imkan yaratmasın. Bəli, əslində McLaren bu işi bacarır. Yəni bunun belə şeylər çox görüb. Yəni bu komandada daha əvvəl Alain Prostla, Ayrton Senna yarışdı, düzdür, onların arası yaxşı olmadı. Sonra Fernando Alonso ilə Lewis Hamilton komanda yoldaşı oldu. Düzdür, onda sonu heç yaxşı bitmədi. Komandanın bütün xalları silindi axırda o söhbətdə. Yəni bu yaxınlarda Hamiltonla Button arasında bir yenə gərginliyi yaşanmağa başlamışdı. Yəni bu komandada böyük ehtimalla sonu da bu formada olacaq ki, Piastri və Norris arasında münasibətlər irəliyə getmirsə o zaman geriyə gedəcək. Formula 1 pilotlar egoist adamlardılar. Yəni onlar komandadan çox özlərini düşünürlər və müəyyən yerdə ola bilsin biz o ikisi arasında bir təmas görərik və bunu da eləsə hal-hazırda Oscar Piastri daha sakitdir və Lando Norris'i səhvə məcbur eləyir. Mən keçən il İtaliyada da gördük bunu. Yəni startda Lando Norris'i səhvə məcbur elədi və axırda qalib gələn kim oldu? Leclerc oldu. Yəni Max Verstappen də hazırda bunu eləməlidir ki, o ikisi bir-biri ilə arası dəysin, bu önə keçsin. Məsələn 2007-ci ildə Alonso ilə Hamilton komandaya bir-birləri ilə mübarizəyə başladılar. Bir-birləri ilə prinsipə başladılar, amma burada qazanan Raikkonen olmuşdu. Və hazırda Red Bull və Max Verstappen bu yolu əl atmalıdır ki, uğur qazansın. Lando Norris'in də əslində burada düzgün seçim eləməməsi yenə diqqət çəkir ki, mediada açıqlamalarında daha çox Max Verstappen tərifləyir, nəinki komanda yoldaşını. Və yəni münasibətləri onsuz da yaxşı vəziyyətdə deyil və bilir ki, çempionluqda əsas rəqibi Max Verstappen deyil, komanda yoldaşıdır, Oscar Piastri. Amma münasibətlərin belə deyil, daha yaxşı olması üçün belə yaşı böyükdür, yaşı çoxdur, lakin yaşına görə o addımı, yetkin addımı atmır. Əslində yaşı da çox deyil, yəni biri 98 Oscar'dan böyükdür. Yəni biri 2002 təvəllüd, 4 yaşdır da, yəni ikisinin də 20'li yaşlardadır, 25-26 yaşlar, onsuz da belə deyim, ən dəliqanlı, ən belə necə deyirlər, o gözü qanlı, dəliqanlı yaşlardır. Yəni o yaşda bir adamdan, yəni xüsusən də bir idmançıdan yetkinlik elə gözləmək tezdir. İkisi də çox gəncdir, yəni. Məsəl üçün biz Lewis Hamilton'la Fernando Alonso arasında belə bir şey olsa, iki komanda yoldaşı olsalar, yəni onlar belə birinin 44 yaşı var, birinin 40 yaşı var, yəni yenə də münasibətlər korlanar. Çünki yenə deyirəm, bunlar çox egoist adamlardır, amma nə bilim, Lando Norris biraz gülərüzdür, biraz yumşaq təbiətlidir. Amma əvvəlki o saydıqlarım mübarizələr, Alain Prost, Senna olsun, Alonso, Hamilton olsun, Rosberg, Hamilton olsun, yəni burada ikisi də qələbə istəyən adamlar idi. İkisi də bir-birinə necə deyirlər, güzəşt getmək istəməyən adamlar idi, amma Lando Norris biraz daha yumşaq xəssiyyətli adamdır. Məsəl üçün keçən ilki hadisələrdən sonra yenə də Verstappenlə danışır, onunla münasibət qurur. Başqa sürücü olsa bəlkə də heç Verstappenin üzünə baxmazdı. Amma o Lando Norris'in azarkeşlərini kənara qoysaq və əksər insanlar ya Max Verstappenin çempion olmasını istəyirlər, ya da Oscar Piastri'nin. Bu birbaşa Lando Norris'in xarakteri ilə bağlıdır ki, iş görməsini istəyirlər. Pilotun kənarda da özünü daha yaxşı aparmasını istəyirlər. Gələcək illərdə nəhayət bəlkə Oscar Piastri'nin bir uzun müddət belki devam edəcək bir seriyası olacaq ya da Max Verstappen'in onu Lando Norris qıra biləcəkmi? Bu halda belə deyək, dominantlıqlarına son qoyması üçün Lando Norris'i xilasedici kimi nəhayət görə biləcəkmi? Çünki əvvəlki illərdə bunu Hamilton seriyasında elə Max Verstappen'in və Nico Rosberg üçün görmüşdük. Belə deyim, Lando Norris'i sevməmə səbəbindən danışaq, yəni insanların. Onun başlıca səbəblərindən biri Britaniya mediasıdır, yəni çünki Britaniya mediası, xüsusən də biz fikiririk, Johnny Herbert kimi adamlar çox dərinə gedirlər. Lewis Hamilton'ı çox
Max Verstappen-i çox ağır tənqid edirlər, onun rəqiblərini çox ağır tənqid edirlər. Üstəlik onu çox şişirdirlər. Məsəl üçün xırda bir ötmə eləyəndə onu wow belə ötmə elədi. Ona görə də insanlarda biraz qıcıq yaranır. Üstəlik Lando Norris'də keçmişdə biraz rəqiblərinə qarşı hörmətsiz açıqlamalar edirdi. Bir dəfə Lewis Hamilton'a qarşı elə danışmışdı. Bir dəfə Daniel Ricciardo ilə komanda yoldaşı olanda onun haqqında, yəni onun nəticələri məni maraqlandırmır. Nə edir eləsin? Əsas özüməm, yəni belə şeylər insanlarda müəyyən qıcıq yaradır. Məsələn, Lewis Hamilton əslində indiki dövrdə sevilməmə səbəblərindən də biri budur. Bütün komanda yoldaşları ilə demək olar münasibətləri pisləşirdi. Bir dəfə Michael Schumacher 2010-cu ildə qaydanda çətinlik çəkirdi. Michael Schumacher performansını tutamırdı. Yağışda onu keçdi. Yarışdan sonra soruşdular ki, onu keçsin, nə düşünürsən? Gülə-gülə başladı ha gülməyə, belə insanlarda da qıcıq yaratdı. Yəni elə şeylər insanlarda, publikada qıcıq yaradır və sonra onun əksinə işləyir. Məsələn, Sebastian Vettel də vardı. İnsanlar onu sevirdilər. Çünki Vettel daha gülər üz idi. Daha böyüklərə qarşı hörmətli idi. Ona görə insanlar onu sevirdilər. Amma Lewis Hamilton onun qədər sevilmirdi ictimaiyyət tərəfindən. Sağlam Radio 93 FM-də Əfsaydı dinləyirsiniz. Reklam fasiləmiz olacaq daha sonra. Lando Norris'də onun kimi. Buradayıq. Dalğan dəyişməyin. Sağlam Radio 93 FM-də Əfsaydı qaldığı yerdən davam edir və Miami Grand Prix-sində xüsusilə diqqət çəkən George Russell'ın 3-cü pilləyə qalxması idi ki, cari mövsüm 6 yarış keçirildi və bunlardan 4-ündə George Russell Britaniyalı pilot podiuma qalxmağı bacarıb, onlardan ikisində və ümumilikdə hamısında isə ilk 5-likdə yer almağı bacarıb. George Russell həqiqətən maraqlı bir pilotdur və deyərdim ki, cari mövsümün sonunda, mövsümün gedişatında biz onu gərək küçümsəməyək və işini görür, işini altdan görür, amma işini görür. Oysa mən sezon başlayandan bunu bildirmişdim ki, yəni George Russell çempionluq yolunda önəmli pilotlardan biridir. Düzdür, hazırda biraz çox geridə qalır, amma yenə də bu onun titul uğrunda mübarizədə görürəm onu. Çünki Mercedes həmişə biz gördük ki, mövsüm içi inkişafda çox yaxşı komandadır. Yəni bu işi yaxşı bacarır. Daha yaxşı yeniliklər gətirib, daha tez adaptə edə bilirlər maşına və daha yaxşı yarışlar keçirə bilirlər. Ona görə də mən George Russell-ı heç vaxt hesabdan silməmişəm. Və dünənki podiuma gələndə ümumilikdə bayaq da biz bunu reklam fasiləsində danışdıq ki, Bəhreyni çıxsaq, bir də Çini çıxsaq, Yaponiyada yox, Yaponiyada 5-ci olmuşdu səhv eləmirəmsə. Yəni bu iki yarışı çıxsaq, George Russell'ın o qalan podiumları biraz bəxt hesabına oldu. Yəni belə deyim, düzgün vaxtda, düzgün yerdə idi. Buna görə podium qazandı. Ümumilikdə isə yəni bunu da bacarmaq lazımdır. Məsələn, kimi Antonelli dünən George Russell'dan öndə başlamışdı, amma gördük ki, düzgün vaxtda, düzgün yerdə olmadı və göstərə təcrübəsizlik. Belə deyim, sprinti mən ona yazmıram, çünki yəni nə bilsin, birdən-birə Verstappen çıxdı qabağına, pit stop eləyə bilmədi, çıxdı pitdən təzdən, yəni pitə qayıtdı, yəni orada bir 40 saniyə falan itirdi elə orada, yəni onun heç bir günahını görmürəm. Və dünənki yarışın əsas diqqət çəkən məqamlarından biri Williams'ın pilotlarının, xüsusilə Alex Albon'un 5-ci yerdə qərarlaşması idi ki, Carlos Sainz isə 9-cu yerdə qərarlaşdı. Williams ötən illərə nisbətən, ötən illərdə ən zəif komanda olaraq qəbul edirdiksə, artıq indi vəziyyətləri çox yaxşıdır. Mən bunu Williams'ın bu inkişafını James Vowles'a bağlayıram. Yəni onun əsəridir bu komanda. Yəni 2023-cü ildə gəlmişdi. Gəldiyinin artıq 3-cü mövsümündə birdən-birə komandanı haralara gətirdi. Hətta belə deyim, keçən il komanda bəzi yarışlar oldu ki, heç ehtiyat hissə tapa bilmirdi. Logan Sargent Albon Avstraliyada qaza eləmişdi. Bir maşınla çıxmışlar. Çünki komandada ehtiyat bir qanat yox idi. Amma indi hazırda nələr elədi? Yəni pullu pilot söhbətini bitirdi. Carlos Sainz kimi adam gətirdi. Ferrari'dən, Red Bull'dan, Mercedes'dən mühəndislər gətirdi və bunun hesabına Williams təzədən o zirzəmidən üst pillələrə doğru çıxdı və bu gedişlə, bu templə davam edəsələr mövsümü 5-ci yerdə bitirəcəklər.
Əvvəlki illərdə bunu McLaren'i hazırki Williamsa bənzədə bilərdik ki, indiki halda və gələcəkdə Williams'ı da nə vaxtsa çempionluq uğrunda mübarizə aparan görə bilərikmi? Əlbəttə gələn il reqlament dəyişir, yəni artıq hər şey komandalardan asılıdır. Mercedes motorundan çıxış eləyəcəklər və Mercedes motorunun hal-hazırda, yəni gələn ilki Mercedes motorunun ən yaxşı motor olduğunu deyirlər. Ona görə də mən düşünürəm ki, gələn il Williams qələbələr də qazana bilər, podiumlar da qazana bilər, hətta Carlos Sainz ya da Alex Albon çempionluq uğrunda mübarizə də apara bilərlər, yəni. Çünki komandada hal-hazırda yenə deyim, bir söz var, kollec havası, yəni kollec havası. O kollec havası hakimdir və komandada çox istəklidirlər. Bütün komanda rəhbərindən tutmuş sürücülərə qədər çox istəklidirlər və əminəm ki, komanda gələn il əgər Mercedes motoru yaxşı olsa, qələbə qazanacaq təzədən. Turnir cədvəlinə nəzər salsaq, hazırda Oscar Piastri'nin 131 xallıq bir liderliyə davam edir və artıq 2 yarışdır ki, yeni pilot ötən mövsümlərdən fərqli olaraq çempionluğa liderlik edir və komanda yoldaşı ondan 16 xal geridə qalır, 115 xalla ikinci yerdə qərarlaşıb. Max Verstappenə gəlincə bir ara açılıb, bir 32 xallıq fərq var, birinci yerlə 99 xalla üçüncüdür. Yəni belə deyim, artıq Avropaya gedirik. Avropada hər şey məlum olacaq. Çünki gələn ildə indi yeni reqlament gəlir. Təmiz başqa maşınlar olacaq, təmiz başqa motor olacaq. Ona görə komandalar artıq məcburdurlar ki, bir yerdən sonra inkişafı dayandırsınlar. Mən ona görə düşünürəm ki, ən geci Monacodan sonra artıq komandalar qərar verəcəklər. Yəni bu iləm işləyək, gələn iləm işləyək. Əgər görsələr ki, McLaren yenə də çox uzaqdadır, elastik qanadlardan sonra onları keçmək olmur, yarış tempində onlara çatmaq olmur. Böyük ehtimal artıq, yəni Ferrari əminəm ki, artıq başlayıb, çünki maşın onsuz da çox pisdir, yəni bundan sonra xal da artıq fərqi də çoxdur. Böyük ehtimal o bir yenilik gəlməlidir, ya Imola'ya ya da Barcelona'ya, ondan sonra son qərarı verəcəklər. Digər tərəfdən Mercedes də yəqin ki, Imola yeniliklərindən sonra son qərarı verəcək və Red Bull da, yəni o İspaniyadan sonra son qərarı verəcəklər ki, davam ya tamam. Ona görə də böyük ehtimalla biz 2 yarış qalıb ki, hər şeyə məncə aydınlıq gəlsin. Amma belə hələ ki, mən Max Verstappenin təslim olacağını düşünmürəm. Yəni Max Verstappen'i mən tanıyıramsa sona qədər gedəcək, amma o da bir insandır, yəni alınmayanda alınmır, neynəsin, yəni o da artıq stop deyib başını aşağı salıb məcburən növbəti mövsümü düşünəcək. Rauf, biz bugünkü verilişimizə tamam deyirik və 1-2 həftədən sonra yenidən qayıdacağıq. Təşəkkürlər bugün gəldiyin üçün, maraqlı söhbətin üçün. Sağ ol. Ofsaydı dinlədisində sabaha qədər sağollaşıram. Sabah saat 3-də Ofsaydı düşməyi unutmayın. Hələlik.